Bismillahirrahmanirrahim və bihi nasta'in və huve hayr nasirin və mu'in. Amma ba'd. Xoş gördük əziz, dəyərli izləyicilər. Bu günləri mənəvi dəyərlərimizin izi ilə proqramında insanın həyatında demək olar ki, həm nicat tapmasına və həm də həlakətə uğramasına, məhv olmasına səbəb olan bədən üzvü dilin barəsində bir neçə kəlmə danışmaq istəyərdik. Quran-ı Kərimdə Allah Müteal dilin barəsində buyurur ki: "Əuzu billahi mineşşeytanirracim. Ma yalfid min qawlin illa ladayhi raqibun atiq." İnsanın hər kəlməsini yazan, diqqətdə saxlayan, onu qeyd edən iki dənə mələk Allah təyin edib. Düşünək ki, biz bir ömür yaşayırıq və hər kəlməmizi bizə qeydə alırlar. Hər nə danışırıqsa, yaxşı və yaxud pis fərq eləmir. Hər o söz, hər o kəlmə ki, bizim dilimizdən çıxır, onlar hamısı qeyd olunur. Və hətta yaxşı sözlərimizin belə özünə məxsus bir hesab kitabı var. O yaxşı sözləri də niyə işlətmişik? Bu da çox mühüm. Qiyamətin suallarından biri olacaq. Yəni, tək yaxşı danışmaq kifayət deyil. Bu yaxşını nə üçün danışırdın? İnsanlara xoş gəlmək üçün danışırdı, özünə insanları cəlb eləmək üçün danışırdı. Başqa niyyəti var idi, başqa məqsədi var idi. Qarşı tərəfdən hər hansı bir işi keçəcəkdi, ona şirin sözlər xitab eləyirdi. Yəni, hətta yaxşı danışsa belə bunların hesab kitabı var və qiyamətdə bunların məsuliyyəti var. Bir gün əziz Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm Məscid-ün Nəbidə, Peyğəmbər məscidində əyləşmişdi və səhabələrlə danışırdı, söhbət edirdi. Dilin barəsində danışırdı. Dilin insanın başına gətirə biləcəyi bəlalar və yaxud insanın səadətinə səbəb olacaq amillərin barəsində danışırdı. Bir nəfər qalxdı orada Peyğəmbərə İkramdan sual elədi: "Ya Rasulallah, məyər dil insanın cəhənnəmə getməsinə səbəb ola bilərmi?" Əziz Peyğəmbərimizin cavabı budur: "Məyər dildən başqa bir şey insanı cəhənnəmə apararmı?" Baxın, nə qədər mühüm bir məsələdir ki, yəni əziz Peyğəmbərimiz buyurur ki, insanı elə cəhənnəmə aparacaqsa onun danışdıqlarıdır. İnsanın dediyi sözlərdir. Qeybət, böyük günahlar desək dillə baş verir, töhmət dillə baş verir, böhtan dillə baş verir, yalan dillə baş verir, söyüş dillə baş verir. Bunlar hamısı bir kəlmə sözlə dünyada müharibələr baş verir. Bir kəlmə sözlə ailələr dağılır. Onu insan həmişə öz kəlamına, öz sözünə mütləq diqqət eləməlidir və bilməlidir ki, biz diqqət etməsək də belə buna diqqət edən ayə-i şərifədə oxuduğumuz kimi iki mələk var ki, zaten bunları yazır. Hamısı qeyd olunur. Bugünkü gün kimi deyil, bəzi insanlar var ki, dediyi bugün sözü sabah onu subut eləyə bilmirsən. Amma qiyamət hesab kitabı belə deyil. Hər şeyin çəkilişini qoyacaqlar, hər şeyin səs yazısını qoyacaqlar qabağımıza və orada hər nə danışmışıqsa, onların hamısının subutu olunacaq. Ona görə insan dilindən, danışdığı sözlərdən çox müğayət olmalıdır. Həzrət Əli əleyhissalamdan bir hədisdir. Çox möhtəşəm bir hədisdir. Əlbəttə, məsumların bütün kəlamları çox möhtəşəmdir, amma xüsusilə bu hədisi insan düşünməlidir. Həzrət Əmir əleyhissalam buyurur: "Mən kəthura kəlamuhu, kəthura xətauhu." Hər kimin sözü çox olsa, danışmağı çox olsa, o insanın xətaları da çox olacaq. Yəni, insan adət etməməlidir çox danışmağa. Çox danışan insanın çox da səhvi olur. Həzrət Əli əleyhissalam buyurur: "Hər kim çox danışsa, onun səhvi, nöqsanı, xətası da çox olacaq. Və mən kəsura xətauhu, qallə həyauhu." Hər kimin xətası çox olsa, səhvi çox olsa, o insanın həyası aradan gedəcək. Yəni, bir insan ki, ard-arda çox səhv eləyir, çox xəta eləyir, tədricən görürsən ki, onun həyası gedir, artıq utanmır. Və həya gedəndə nə baş verər? Həzrət Əli əleyhissalam buyurur: وَمَنْ قَلَّ حَيَاؤُهُ قَلَّ وَرَعُهُ. Hər kəsin həyası azalsa, o şəxsin imanı da azalacaq. O insanın təqvası da azalacaq.
Və Ardiz Həzrət buyurur: "Mən qallə vərəuhu mata qalbuhu." Hər kimin təqvası azalsa, o insan qəlbi öləcək. Artıq danışmağın nəticəsinə baxın, hara gətirir çıxardır. Həzrət Ardizə burada: "Və mən mata qalbahu dəxələn nar." Hər kimin də qəlbi ölsə cəhənnəmə daxil olacaq. Dolayısıyla bizim insanın bihuda danışması insanın cəhənnəmə getməsinin səbəbidir. Çox danışmaqdan, bihuda danışmaqdan insan hətta cəhənnəmə də daxil ola bilir. Ona görə insan çalışmalıdır ki, danışığı zikr olsun, sükutu təfəkkür olsun. Hədislər bunu bizə deyirlər. Əgər sakit qalırsa, sakit qalması təfəkkür üzündən olmalıdır. Əgər danışırsa, faydalı şeylər danışmalıdır. Yəni, bu günləri nə qədər elə zarafat, bihuda sözlər, mənası olmayan sözlər, bizə lazım olmayan sözlər, hətta günah olmasa belə əzizlərim. Hətta günah deyil. Danışdığımız günah deyil. Amma günah deyil, bihudədir, bunların da hesab kitabı var. Səbəbsizdir danışdıqlarımız, bunların da hesab kitabı var. Hətta bir hədis oxuyuruqsa, bax bu dəqiqə, o hədisi də nə üçün oxuyursan? Səbəbi nədir? Məqsədin nədir? Bunlar hamısı qiyamətin günündə hesab kitabı olacaq bir məsələlərdir. Ona görə insan çox diqqətli olmalıdır. Niyə bizə deyiblər ki, namazda insan qiraətinə diqqət eləməlidir? Məsələn, adətən bizim dildə elə bir s hərfi var. Allahu səməd deyir. Bəzi insanlar görsən bilmir və ərəb dilində onun mənası da yaxşı məna vermir. Allahu səməd deyilməlidir. Məsələn, bunlar fərq eləyir. Yaxşı, namazda nə fərq eləyir ki, mən bunlara bu qədər diqqətli olum? Zaten Allah bilir də mən nə demək istəyirəm. Hətta hərfi birdən səhv eləsən belə, Allah bilir mən nə demək istəyirəm. Bizə deyiblər ki, bunu başa düşün ki, Allah eyni zamanda 100 minlər, bəlkə milyon insan namaz qılırsa, bunu bizə başa salırlar ki, Allah hamımızın tək-tək namazda, hətta hərflərini hansı məxrəcdən, necə qalın sait olaraq, incə sait olaraq tələffüz etməsindən belə xəbərdardır. Allah buna da diqqət edir. O zaman mənim danışdıqlarımı Allah görmür. Mən orada bir söz danışım, burada bir söz danışım, onun barəsində bir böhtan deyim, bunun barəsində bir fitnə deyim, bir insanın barəsində pis fikirlər formalaşdırım, abrına aparım. Bunların məyər hesab kitabı olmayacaq? Yaxşı, deyək ki, bu günləri mən biraz məharətli oldum. Dünyada insanlar bunu başa düşmədilər, ya üzmə vura bilmədilər, amma hesab kitabları çağırdı. Bir şəxs var idi Peyğəmbər zamanında, adı Oyeynə idi. Oyeynə öz dövründə şərri bir adam idi. İnsanlar qorxurdu onun şərrindən. Bizim də zamanda bu cür insanlar var ki, insanlar ehtiyat edirlər, qorxurlar ki, belə adamla müxatab olmayaq. Belə adam həmişə adamı 5 dəqiqənin içində görürsən ki, bir cəncərlə salar. Peyğəmbər Əkrəm əyləşmişdi öz həyat yoldaşından. Uzaqdan gördü ki, Uyeynə gəlir. Uyeynə gəlir. Peyğəmbər Əkrəm dedi ki, Uyeynə çox şərr adamdır. Allah bunun şərrindən bizi amanda saxlasın. Onun o acı dilindən Allah bizi amanda saxlasın. Elə ki, Uyeynə gəldi Peyğəmbər Əkrəmin yanına çatdı. Peyğəmbər ondan salamlaşdı. Uyeynə oturdu. Bir neçə kəlmə də Peyğəmbər ondan kəlmə kəsdi, söhbət elədi. Uyeynə durub gedəndə Peyğəmbərin həyat yoldaşı Ayşə xanım ki yanında idi, təəccüblə xəbər aldı. Dedi, ya Rəsulallah, o gələrkən sən deyirdin ki, bu adam şərr adamdır. Bəs nəcə onunla müxatab oldun, onunla danışdın, onunla salamlaşdın? Peyğəmbər Əkrəm buyurdu ki, Allah şahiddir ki, onun şərrindən amanda qalmaq üçün, öz abrımı qorumaq üçün məcbur idim. Diqqət edin bu məsələyə, məcbur idim. Amma ardıca Peyğəmbər Əkrəm bir söz dedi. Dedi, Allah lənət eləsin o insana. Cəhənnəmin ən axırıncı dərəcəsində, ən şiddətli əzaba məruz qalan insanlar, o insanlar olacaq ki, cəmaət onların dilinin şərrindən, dilinin böhtanlarından, dilinin pis sözlərindən qorxub o insanların üzünə gülürlər. Məcburdular ki, ona salam versinlər. Məcburdular ki, özləri amanda qalmaq üçün onunla bir cür xoş keçinsinlər ki, bizim dildə də deyirlər də, Allah amandır, bunun şərri məndən uzaq olsun, day bunu bir cür mən yola salım.
Baxın, Peyğəmbər Əkrəm belə bu cür insanlardan həya eləyirdi, öz abrını qoruyurdu. Amma deyirdi ki, bunlar cəhənnəmin ən şiddətli əzabına düçar olan insanlar olacaq. Bu qədər insan hər kəlməsində, hər kəlamında çox diqqətli olmalıdır. İmam Səccad əleyhissalamdan da hədis buyurur, 3 şey müminin nicat tapmasına səbəb olar. Biri, dilini cəmaatı incitməkdən və qeybətdən qoruyan insan. İnsan ki, dilini cəmaatın qeybətindən və cəmaatı incitməkdən qorusa, bu insanın nicat tapmasına səbəb olar. İkincisi, dünyası və axirəti üçün faydalı olan işlərlə məşğul olmaq. İnsan bir işlə məşğul olmalıdır ki, o iş ya sən dünyava faydası var, ya da axirətvə faydası var. Bir iş görürsən ki, nə dünyava faydası var, nə axirətvə, o zaman o işi niyə görürsən ki? Bugün gənclər görürsən, saatlarla stol üstə oyunlar oynayırlar. Saatlarla. Yəni, əzizim, qardaşım, bu sənin dünyava bir fayda vermir. Əgər desək ki, bu şahmatdır, sənin zəkava faydası var, yaxşı oyna. Məsələn, ondan qalan bəzi oyunlar ki var, stol üstə oyunlar, nə zəkava faydası var, nə həyatıva faydası var. Ya dur, oradan get bir faydalı işlə məşğul ol. Ən azından iş yoxdur, get həyətində bir işlə məşğul ol. Gün ərzində yarım saat həyətində bir iş görsün, bir aya sənin həyətin abadlaşar. Ondan sonra məhəllənin abadlığına məşğul ol, küçənin abadlığına məşğul ol. Bu həm sənin dünyava xeyri var, həm də axirətə. Ya da ən azı budur ki, get axirət işləri ilə məşğul ol da. Get, məsələn, bir zikr elə, bir ibadət eləcəyinə. Amma bihudə işlərlə deyir ki, imamımız məşğul olmuyor. Və üçüncüsü, günahları və xətaları üçün çoxlu ağlayan insandır. İnsan özü üçün arada bir xəlvət etməlidir, öz günahlarını xatırlamalıdır, öz günahları üçün istiğfar eləməlidir. Həzrət Əli əleyhissalamdan hədis var. Buyurur, İza əradəllaha subhanahu salaha abdihil həmməhu qillətəl kəlam və qillətət təam və qillətəl mənam. Həzrət Əli əleyhissalam buyurur ki, bir zaman Allah bir bəndəsini istəsə ki, o bəndəsini izzətli eləsin, istəsə ki, o bəndəsinə bir xeyir versin, 3 şeyə ona Allah əta eləyər. Biri az yatmaqdır, biri az yeməkdir, biri də az danışmaqdır. Ki, bunlar hər biri insanın salamatlığı içindir. Və əziz Peyğəmbərimizdən də hədis buyurur, minəl iman hifzul lisan. Dili qorumaq imanın əsaslarındandır, imanın əlamətlərindəndir, imanın göstəricisidir ki, insan dilini qorusun bihudə danışıqdan. Və hətta hədislərimizdə var, buyurur, tibul kəlam yəzidu fir rizq. Az danışmaq insanın ruzusunun artmasına səbəb olar. Bəlkə də bir nəfər soruşar ki, az danışmağın ruziyə nə adiyyatı var ki? Çox adiyyatı var, həm Allah qatında adiyyatı var və həm də elə ağlı dəlillərlə də hesab kitab eləsə, görürsən ki, sən bir çox şey danışanda çox danışır, əvvəldə dediyimiz hədis kimi. Çox səhvlər eləyir, bir parça çörəyindən də olur. Çox danışan adam çox vaxt çörəyindən olur. Lazımsız şeylər danışır, çörəyindən olur. Ona görə deyiblər ki, insan diqqətli olmalıdır bu cür məsələlərdə. Hotə deyir ki, danışmaq bir növ ehtiyacdır. Amma qulaq asmaq isə bu məharətdir. İnsan, yəni, danışmaq bir ehtiyacdır. Ehtiyac yoxdursa insan niyə danışmalıdır ki? Və yaxud dünyəvi mən əlbəttə filosoflardan, bilim adamlarından da misallar, nümunələr istəyirdim çəkim ki, məsələn, Sokrat deyir ki, yerli danışıb və susmaq düşüncənin əlamətidir. Yəni, lazım olanda danışır adam, lazım olmayanda da susur adam. Bu, onun düşüncəsinin, təfəkkürünün əlamətidir. Bir adamın ki, düşüncəsi, təfəkkürü kamil olmadı, görərsən ki, elə lazımsız yerdə danışar və bunun əksi, o yerdə ki, lazım idi, danışmaz. O yerdə ki, o söz deyilməli idi, onun özü də artıq danışmaq qədər günahdır. O yerdə ki, o söz deyilməli idi, gərək deyəsən. Oradakı bir nəfərin haqqı qorunmalı idi, gərək danışaydın. Orada Allahın haqqı müdafiə olunmalı idi, Allahın dini müdafiə olunmalı idi, gərək danışasan.
İmam Sadiq əleyhissalamdan da hədis buyurur ki, mömin insan sakit qalarsa onun üçün yaxşı əməl yazarlar. Amma danışanda onun üçün həm savab yazıla bilər, həm də günah yazıla bilər. Nə qədər ki sakit qalmısan, sənin üçün savab yazılır. Amma elə ki danışdın, o zaman danışdığından asılı da sənin üçün ya günah yazacaqlar, ya savab yazacaqlar. Baxır ki, o danışdığın nədir və hansı məqsədlə danışmısan onu. İmam əleyhissalam deyir, mən 4 peyğəmbərdən 4 dənə dəyərli kəlam seçmişəm və sizə təqdim eləyirəm. Onlardan birin deyir, Həzrət Musanın kəlamıdır. Özünə yaxşı dost seçən şəxs elə bil ki, Tövrata əməl eləyib. Həzrət Musa əleyhissalam buyurur ki, bütün Tovrata əməl eləmək istəyirsənsə, özün üçün yaxşı dost seç. Özünə yaxşı dost tapa bilmisənsə, sanki sən bütün Tovrata əməl eləmisən. Bu Həzrət Musa əleyhissalamın sözüdür. Həzrət Davud əleyhissalam buyurur ki, izzət nəfsdən uzaqlaşan şəxs sanki zəbura başdan ayağa əməl eləyib. O nəfsi istəklərindən insan, nəfsin tələblərindən uzaqlaşa bilsə, Həzrət Davud əleyhissalam buyurur ki, sanki o zabura əməl eləyib. Həzrət İsa əleyhissalam buyurur ki, Allahın təqdirinə və qismətinə razı olan sanki elə bil İncilə əməl eləyib. İnsan ki, Allahın lütfü ilə, Allahın verdiyi ruzu ilə, Allahın verdiyi pay ilə, Allahın əlindən aldıqları ilə, həmişə verdikimizlə, Allahın verdiyi ilə razı olmalı deyilik ki, bəzən Allahın aldıqları da var. Onlarla da biz razı olmalıyıq. Bu cür insan sanki İncilə əməl eləyib. Və Həzrət Peyğəmbər Əkrəm buyurur, dilin zinası bihudə danışmaqdır. La ilahe illallah. Yəni, insan bihudə danışırsa, əziz Peyğəmbərimiz buyurur ki, bu zinaya bərabərdir. Sanki zina edib insan dili ilə. Ona görə insan bihudə danışıqlardan, lazımsız danışıqlardan həmişə özünü gözləməlidir, həmişə ehtiyatlı olmalıdır. Və eyni zamanda əlbəttə ki, böhtan ki, bu dilin günahlarından da əziz Peyğəmbərimiz buyurur ki, möminə böhtan atanın günahı bağışlanılmazdır. Yəni, bəzi günahlar var ki, bunlar bağışlanmır. Onlardan da biri mömin şəxsə böhtan atmaqdır. Biz belə düşünməyək ki, mən günah elədim, tövbə elədim, Allah bağışlayır. Bəzi işlər var ki, bağışlanmayacaq. Bəzi işlər var ki, onların yarası sağalmayacaq. Onların cəzasını Allah bir yerdə bizə dünyada mütləq verəcək və axirətdə də əbədi əzabı var onun. Onlardan da biri budur ki, günahsız bir insana böhtan vurursan. Heç bir təqsiri yox idi, heç bir günahı yox idi. Bəlkə də özünü təmizə çıxartmalısın. Bəlkə də o tərəfdən xoşun gəlmirdi, onu gözdən salmalısın ki, ona böhtan verirsən, böhtan atırsan barəsində. Əziz Peyğəmbərimiz buyurur ki, bu bağışlanmayan günahlardandır. Bunların mütləq dünyada cəzasını görəcəksən və axirətdə əzabı qaçılmazdır. Allahdan təmənna eləyirəm, Allahdan arzu eləyirəm ki, Allah bizləri öz dilinə sahib çıxan, danışığı Allah üçün olan, danışığı insanların, cəmiyyətin faydasına olan əlbəttə bəndələrindən bizləri qərar versin və bizləri bihudə danışmaqdan amanda saxlasın. Vəssalamu aleykum və rəhmətullah.